Sağlam Radyoda 93 FM'de. Bugün də bilik üçün qapılarımızı açacağıq. Kimin özünə birazdan ətraflı tanış olacaqsınız bu xanımla. Təbii ki, təhsildən danışacağıq. Təhsilin gücü ilə bilirsiniz ki, gələcəyə doğru addımlayacaq və o cığırı bəzən də elə bizim proqramımız açır, sağlam təhsili açır və bugün London Akademiyasından bir qonaq dəvət etmişik. Təlimçidir, psixopedaqoqdur. Məsmə xanım Hacıyeva bugün bizim suallarımızı cavablandıracaq. Diqqətiniz bizdə olsun, əziz valideynlər. Nəyə görə valideynlər deyirəm? Çünki bəzən kiçik yaşlı uşaqlar bağlı, onların inkişafı ilə bağlı, hər halda özünə inamla bağlı, özünə güvənlə bağlı valideynlərin uşaqları ilə bağlı problemi olur. Deyir, övladım məsələn dərs oxumur, övladım utancaqdır və yaxud əksinə, övladım bir yerdə dayanmır, digərlərinə mane olur, məsələn dərs prosesində və əlbəttə ki, bütün bu məsələlərin arxasında bir səbəb də yatır. Mən ona görə təlimçi, psixopedaqoq dəvət etdim ki, bu suallarımızı cavablandırsın və görək kökündə nə dayanır. Məsmə xanım, xoş gəldiniz. Xoş gördük. Necəsiz? Çox sağ olun, yaxşıyam. Siz necəsiz? Mən də təşəkkür edirəm. Yaxşıyam. Yağışlı bir hava ümumiyyətlə necə təsir edir sizə? Çox gözəl. Yağışı sevirəm. Yəni yağış çox yaxşıdır əslində. Deyirlər ki, məsələn, bax bu cür havalara baxanda ilk ağla onlayn təhsil düşür. Düzdür? Bəli. Yəni, effektivliyi onlayn təhsilin, həm də vaxta qənaət və evdən bayıra çıxmaq istəmirsən, ən yaxşı onlayn dərslərə qatılırsan. Doğrudur. Əslində onlayn təhsil bizdə Covid-dən sonra daha çox aktivləşdi. Həmişə deyirəm ki, Covid-in bizə ən faydalı tərəfi, bizə ən yadda qalan hissəsi elə onlayn təhsilin daha çox artması oldu. Amma yenə də əyani təhsilin təbii ki, yeri tam başqadır və onlaynda da hər zaman belə deyək də kadrların nə qədər ixtisaslaşmaq məsələsi var, qarşı tərəfə məlumatları necə çatdırmaq məsələsi var. Bunlar hər zaman öz aktuallığını qoruyur. Yəni var insan ki, üzbəüz görmək istəyir həmin şəxsi, daha onçu rahat. Həm pedaqoqa, həm də tələbəyə. Bəli. Sizi yaxından tanımaq istəyirik. Məsmə xanım Hacıyeva kimdir? Məsmə xanım Hacıyeva təlimçi psixopedaqoqdur. Artıq 6 ildir ki, bu sahədəyəm. Həm böyüklərlə işləyirik, həm uşaqlarla işləyirik. Adətən uşaq və yeniyetmə psixopedaqogikası ilə məşğul oluruq ki, orada artıq problemləri aradan qaldırırıq və böyüklərdə isə daha çox təlimçi olaraq yetişdirirəm. Çünki bugünkü gündə bilirsiniz ki, hər kəs deyir ki, təlim keçim, hər kəs tanınmağa çalışır. Amma təlim keçərkən orada o qədər incəliklər, o qədər nüanslar var ki, onları unudurlar, onlara baxmırlar. Bəzən deyirlər ki, mən danışa bilirəm onsuz da və yaxud da mən indiyə qədər yüzlərlə təlimlərdə iştirak eləmişəm, mən təlim keçə bilərəm. Əksində elə deyil. Çünki məsələn mənim 62 yaşında da tələbəm var, 40 yaşında da var, 20 yaşında da var və yeri gələndə məsələn 62 yaşındakı şəxs deyə bilər ki, mən illərdir müəlliməm. Mən nəyə görə gedib təlimçiliyi öyrənməliyəm? Amma artıq incəlikləri bilən bilir ki, bunun təhsilini almaq lazımdır. Təhsilini almadan keyfiyyətli tədris mümkün deyil. Aha, hansı sahələr üzrə təlimlər keçirsiniz? Mənə maraqlıdır. Mən ümumi psixopedaqoji istiqamətlə keçirəm. İdarə etməklə bağlı liderlikdir, motivasiyadır. Daha sonra uşaq inkişafı ilə bağlı, eyni qaydada da böyüklərinə psixoloji cəhətdən də biz təlimlər keçirik. Amma təlimçi olaraq yetişdirəndə onları sırf təlimçi necə olmalıdırsa o cür yetişdirirəm və sonrasında artıq hər kəs öz sahəsi üzrə təlimlər keçməyə başlayır. Bundan əlavə bu böyük, yəni bəli, böyük yaşda olanlar, böyüklər üçün nəzərdə tutulan təlimlərdir. Amma məsələn uşaqlarla da bildiyim qədərilə kiçik yaşlı uşaqlarla da çalışırsınız. Bəli. Onlara nə də kömək edirsiniz? Onlarda artıq bəzən görürsüz ki, davranışla bağlı problem olur, bəzən adaptasiya ilə bağlı, utanmaqla, özgüvən əksikliyi ilə. Bir də görürsüz ki, məktəbə gedirlər, artıq məktəb problemləri başlayır, dərsini oxuya bilmir, diqqət əksikliyi var, yaddaş pozuntusu var və s. və s. bu kimi problemlərlə valideynlər müraciət edirlər. Bayaq söylədiniz ki, böyüklərlə çalışarkən daha çox onlara liderlik, ümumiyyətlə özünü idarə etmə və yaxud da ki, rəhbər kollektivdə necə çalışmaq, bunlar haqqında təlimləri keçirirsiniz. Hətta yaşlı şəxsin adını çəkdiniz ki, yəni daha doğrusu 62 yaşlı bir təlim keçmək istəyən birinin də qeyd etdiniz və maraqlıdır ki, sizə müraciət edib, məsələn, kollektiv rəhbərlik edənlər, rəhbər şəxslər bu təlimlərdən yararlanmaq istəyənlər çoxdur. Mən hal-hazırda zaten davamlı şəkildə AESMA ilə işləyirəm. Biz orada Həmkarlar İttifaqı komitələrinə təlimlər keçirik. Bəli. Respublika Həmkarlar İttifaqlarından hər dəfə nümayəndələr gəlir ora, sədrlər, üzvlər, sədr müavinləri. Biz onlarla davamlı olaraq ünsiyyətlə bağlı, idarə etməklə bağlı, motivasiya ilə bağlı, bunların hər biri ilə əlaqəli təlimlər keçirik. Lider də olur.
Məsmə xanım, yoxsa sonradan artıq bu inkişaf edir? Əslində bu belə deyək, qaranlıq bir nüansdır və hər kəs mənə elə gəlir ki, eyni şəkildə dünyaya gəlir. Hər kəsin içində bir potensial var. Sadəcə burada mühit, ailə, məktəb, bunların öz rolu var və şəxsin öz bacarıqlar məsələsi var ki, şəxs özü özündəki o potensialı ortaya çıxara bilirmi? Bunun üçün çalışırmı? Yoxsa ümumiyyətlə o potensialı görməzdənmi gəlir? Burada təbii ki, ailənin də rolu var, məktəbin də rolu var, müəllimlərin xüsusi rolu var. O uşaqdakı bacarığı, potensialı görüb ortaya çıxartmaq məsələsi. Bu təlimlərə qoşulmaq üçün mən indidən artıq nömrələri istəyirəm ki, başlayaq səsləndirməyə. Əgər Məsmə xanımla əlaqə saxlamaq istəyirsinizsə, təlimçidir, psixopedaqoqdur, müəyyən bir məsləhətlərdə sizə yardım etməyə, kömək etməyə, dəstək olmağa hazırdır. Bəlkə müəyyən bir istiqamətlər həmin şəxsə lazım gələcək. O istiqamətləri siz verəcəksiniz, kim bilir. 055 721 70 90 əlaqə nömrəsini qeyd edin, telefonunuzun kontaktında olsun. Bir daha təkrar edirəm, 055 721 70 90. Məncə bu təlimlər hər birimizə lazımdır. Sağlam təhsil. Biz sizə hər şeyi öyrədəcəyik. Uşaqlardan danışdınız, elə istəyirəm yavaş-yavaş biz kiçik yaşlı uşaqlarla başlayaq. Məsələn, olur ki, kiçik məktəb yaşında uşaqların özünə inamının formalaşması biraz vaxt alır. Bəli. 6-10 yaş aralığıdır bu proses. Aha, ən çox ona təsir edən ailə olur, yoxsa müəllim? Ailə. Bu nədən irəli gəlir? Çünki 6 yaşa qədər hər bir təməl qoyulur. Və 6 yaşdan sonra bizim geridə qalan proseslərimiz başlayır özünü göstərməyə. Orada inkişaf da gedir, orada əvvəlki dövrdə təməli qoyulan proseslər də ortaya çıxır. Həyatımızın 90%-i 6 yaşa qədər həll olur. Artıq o məktəb dövründə uşağın ümumi inkişafıdır, daha sonra nitqidir, davranışlarıdır, hər biri başlayır ortaya çıxmağa. Və məsələ nədir? Ailə necə özünü inkişaf elətdirirsə, ailə uşağına necə yanaşırsa, uşaqda da özgüvən başlayır formalaşmağa. Əgər kiçik yaş dövründə bu uşağın əvəzinə biz hər şeyi eləməyə başlayırıqsa, onu Laura dinlədirsə belə pambığın içində saxlayırıqsa, ona icazə vermiriksə ki, öz seçimlərini etsin, öz sözünü desin, öz fikrini bildirsin, bir yoxunu qəbul etməyə biz özümüz bunu qəbul etmiriksə, onun yoxunu, artıq bu uşaqda da yavaş-yavaş özgüvən düşəcək aşağı. Və psixoloji bir travma yaranacaq. Bəli, yavaş-yavaş artıq başlayır. Adi geyim belə olsa, məsələn, uşaq əynini geyinirsə, ona seçim haqqı verməliyik. Hansını geyinmək istəyirsə. Mağazaya gedirik. Tamam, bir büdcə ayırırıq. Tutalım 5 manatlıq bir büdcə ayırmışıq ki, bunu alacağıq. Biz 2 dənə 5 manatlıq bir əşya götürə bilərik, oyuncaq alırıqsa. Göstərə bilərik hansını istəyirsən. Vacib deyil ki, biri 15 manatlıq olsun, biri 5 manatlıq olsun. Uşaq 15 manatlığı seçirsə, biz yenidən 5 manatlığa qayıtmayaq. Eyni şəkildə, eyni məbləğ civarında. 2 əşya göstərə bilərik. Geyimdə də bu belədir, çantada da bu belədir, hər şeydə ki, özü seçməyi bacarmalıdır. Onun fikrini almaq lazımdır. Yemək istəmirəm deyəndə məcburiyyət lazım deyil. Zaten o da bir şəxsiyyətdir. Ac olduğu zaman gəlib deyəcək ki, mən acımışam, yemək istəyirəm. Yəni hardasa görürsüz ki, uşağın hüquqlarının alınması gedir ailələrdə, bəzi ailələrdə. Hüquqlar deməyək də robotlaşdırmağa daha çox çalışırıq. Onu istəyirik ki, özümüz idarə eləyək. Hər şeyi onun yerinə biz qərar verək. Onun yerinə biz eləyək. Bunu müşahidə edirsiniz kənardan. Bəli, var, o qədər var. Aha, valideynlərin ən çox son zamanlarda sizə müraciətləri nə ilə bağlıdır? Diqqət problemi. Uşağın diqqət, yəni reaksiya verməməsi? Diqqət dağınıqlığı. Diqqətini toplaya bilmir, bir tapşırığı sona qədər yetirə bilmir. Bu şikayətlər müəllimlərdən də gəlir deyimsə ki, son zamanlarda. Bəli, var. Çoxalıb. Nə ilə bağlıdır? Telefon körlüyür? Ən çox ekran asılılığıdır ki, ilk sualımız zaten bu olur. Ekran asılılığı varmı? Çünki ekran asılılığı oldu, uşaq ancaq ora köklənir, beyin ancaq oradadır, kənardan gələn heç bir səs, heç bir reaksiyanı qəbul etmir və nəticə etibarilə də nə baş verir? Artıq uşaq ancaq ekrandan asılı şəkildə qalır. Maksimal dərəcədə ekran asılılığını aşağı salmalıyıq. Əvvəllər, məsələn, deyirlər ki, 4 yaşına qədər televizor, 12 yaşına qədər telefon olmaz. Amma artıq Ümumdünya Səhiyyə Təşkilatı bunu 2 yaşına endirib. Çünki artıq texnologiya əsridir. Biz nə də etsək, heç bir variantda uşağı texnologiyadan uzaq saxlaya bilmirik. Amma gün ərzində bunu bir rejimə salaraq və yaxud da az bir şəkildə verərək, yəni onu o texnologiyada saxlaya bilərik. Bəzən deyirlər ki, birbaşa aldım əlindən. Başladı ağlamağa, aqressiya.
Sonra ağlayır və sonra da yenidən qaytarmalı olursunuz. Bəli, o qaytaranda da artıq valideynin İkinci heç bir versə. hökmü qalmır. Uşaq bilir ki, mən ağlayaraq istədiyimi əldə edə biləcəm. Bir soyuq silahı verdilər onun əlinə. Bəli. Söylədiniz ki, diqqət dağınıqlığı ən çox müşahidə olunan hallardan biridir. Baxın, siz də təlimçisiz və sizin kimi müəllimlər də uşaqlarla çalışırlar məktəbdə. Uşağın diqqətini dərs boyu saxlamaq üçün sizə görə ən effektiv üsul nədir? Zaten 45 dəqiqə ərzində uşağın diqqəti qalmayacaq. Bu reallıqdır. Bəli. Pomodoro texnikası var. Hansı ki 25 dəqiqə biz dərs prosesini keçirik. 25 dəqiqədən sonra artıq orada bir 5 dəqiqə fasilə verilir. Aha, bu necə bir metoddur? Deməli Pomodoro'da biz tutalım dərs prosesini başladıq. 25 dəqiqə uşaqlarla məşğul oluruq. Onların dərsi soruşulmasıdır, yeni dərsin izahıdır və s. və 5 dəqiqə fasilədə məsələn onlara bir kiçik idman hərəkətləri elətdirə bilərik və yaxud da onlarla fərqli bir cəhətdə oyun oynaya bilərik. Sadəcə o 5 dəqiqə ərzində onlara o fasiləni verməliyik ki, uşaq yenidən özünə qayıda bilsin. Və sonra yenidən qaldığımız yerdən dərs prosesinə davam edə bilirik. Eyni qaydada interaktiv təlim metodları var. Hansı ki müəllimlər xüsusilə bunu bilməlidirlər. Uşaqlar 10 yaşına qədər zaten oyunu sevirlər. Çünki onların o oyun həyatının bir parçasıdır. Biz onu ondan heç cür ala bilmərik və təhsil prosesində də o təlim metodları ilə bir oyun yaradaraq dərsi keçmək daha effektiv olacaq. Həm müəllimin dərsi daha maraqlı olur, həm də uşaqların diqqəti müəllimdə qalır. Və bundan əlavə olaraq bizim valideynlərimizdə ən böyük problem nədir? Bir yarışma olur uşaqlar üçün. Hər zaman onun uşağı bir başqası ilə yarışdadır. Sanki nümunə kimi göstərir, Bəli. amma bunu biraz kəskin şəkildə edir. Bəli, bir xalqın uşağı var həyatımızda. Hər dönəm o olur da ki, böyüyəndən sonra da xalqın işçisi olur, xalqın yoldaşı olur və s. O xalqın hər nəyi kimidirsə, daima həyatımızdadır. Hər zaman tələbələrimə də deyirəm ki, sizdə bir başqaları üçün xalqın uşağısınız. Və ən az öndə hər zaman özünüzü özünüzlə müqayisə etməlisiniz. Bir öncəki gündəki özünüzlə özünüzü müqayisə etməyiniz vacibdir. Başqa variantımız yoxdur. Tutalım, biz özümüzü bir başqası ilə müqayisə eləyək. O gəlib orada dayanır. Onun üçün o kifayətdir. Onun potensialı ora qədərdir. Amma axı sənin potensialın daha yuxarılardadır. Daha yüksəyə gedib çatacaq. Doğru. Bunları göz önündə saxlamaq vacibdir. Təlimlərdən danışacağıq. Mənə elə gəlir ki, valideynlər xüsusən diqqətlə qulaq assınlar bugünkü sağlam təhsilə, çünki uşaqları ilə bağlı bəzi məqamlara toxunur. Məsmə xanım Hacıyeva təlimçidir, psixopedaqoqdur və London Akademiyasında çalışır. Əgər əlaqə saxlamaq istəsəz, nömrə deyəcəm, qeyd edin: 055 721 70 90. Təkrar edirəm: 055 721 70 90. Uşaqlardan danışırıq. Hər uşaq bilirsiniz ki, eyni səviyyədə öyrənmir və onun da ona da yanaşma tərzi fərqlidir. Müəllimin də ədalətli münasibəti burada vacibdir. Necə onu qoruyur, necə saxlayır. Hər halda bu məqamlara biz birazdan aydınlıq gətirəcəyik. Qısa bir aradan sonra sağlam təhsil davam edəcək. Sağlam təhsil sizi xoşbəxt gələcəyə aparan qapı. Bugün sağlam təhsildə təlimçi dəvət etmişik. Psixopedaqoqdur Məsmə xanım Hacıyeva, London Akademiyasında çalışır və akademiyanın adı belə gedir və təbii ki, əlaqə nömrəsini səsləndirirəm. Əgər istəsəz zəng eləyə bilərsiniz. Bu təlimlərdə siz də iştirak eləyə bilərsiniz və əsas da mən birazdan soruşacağam, bu təlimlərin sonunda əsas nə olur? Sertifikat təqdim olunurmu təlimdə iştirak edənlərə? Bu detallara ayrıca toxunacağam. 055 721 70 90 nömrəsi sizin ixtiyarınızdadır. 055 721 70 90. Məsmə xanımla əlaqə saxlamaq istəsəz bu telefon nömrəsini qeyd etməlisiniz telefonunuzun kontaktına. Amma WhatsApp nömrəmiz radiomuzun səhifəsinə yazmaq ürəyinizdən keçərsə, bu zaman nə edirsiniz? 055 93 490 93-ə yazın, göndərin. Elə bu sualla da davam etmək istəyirəm. Maraqlı sual olduğuna görə. Məsmə xanım, soruşur dinləyicimiz 4254. Əsl lideri nə fərqləndirir? Sözləri yoxsa əməlləri? Hər ikisi. Verdiyi sözə əməl etmək ən birinci olan nüanslardan biridir. Aha. Ki bir lider daima biz dili ilə danışmağı bacarmalıdır.
Hansı ki onun komandası ilə qurduğu bir əməkdaşlıq var və orada bir biz dili olmalıdır. Yaxşısında da, pisində də bir biz dili olmalıdır. Və lider dediyi Mən bir yox, sözə, biz, bəli. verdiyi sözə əməl etməyi bacarmalıdır. Hansı ki üslublar var. Avtoritar üslubda bilirik ki, daima mən deyənlər olurlar. Heç kəsi dinləmirlər. Səhv də olsa, düz də olsa yalnızca özləri deyirlər, özlərini üstün tuturlar. Avtokratiklər bunların biraz yumşaq versiyasıdır ki, qarşı tərəfi dinləmək nəzakətini göstərirlər, amma yenə ən sonda öz dedikləri olur. Qərarları özləri verir. Yenə səhv də olsa, yenə özləri deyiblərsə bu olmalıdır məsələsi ilə gedirlər. Liberallar daha yumşaq xarakterdə olurlar. Onlardan o qədər də güclü idarəçilərin çıxmağını biz gözləyə bilmərik, çünki həddindən çox emosional olurlar və misal bir tapşırıq veriblərmi, o tapşırığı gəlib yoxlamayacaqlar, onu unudurlar və yaxud da düşünürlər ki, hə onsuz da edirlər. Amma ən gözəl demokratiklərdir və liderlər də demokratik üslubla gedən şəxslərdir ki, daima biz deməyi bacarırlar, komanda ilə birlikdə çalışmağı bacarırlar və hər zaman rəhbərlər lider olmur. Bəzən kollektivin içində də o kollektivi tam şəkildə idarə edən bir işçi olur ki, biz ona lider deyirik. Bəli, liderlik özü bir bacarıqdır. Və axını öz tərəfinə aparır. Bəli. Və bayaq söylədiniz, bir komanda işi təbii ki, bəzən lazım gəlir və uğursuzluq olanda da məsuliyyəti sizdən soruşmaq istəyirəm. İndi kim daşıyacaq bu komandanın içində? Liderin özü yoxsa komandasının üzvləri? Birlikdə. Yenə də birlikdə onların belə də imzası burada olur. Ən belə deyək, batmaq versiyası belə olsa, komanda bunu bilməlidir. Lider heç nəyi gizlətmir. Lider yaxşısında da biz deyir, pisində də. Təbii ki, orada lider əgər deyirsə ki, yox, mən hər şeyi tək eləmişəm, əgər burada komandaya bir ziyan gələcək nəsə varsa, bəzən liderlər özlərini fəda eləyirlər və deyirlər ki, hər şey mənim üstümədir. Güclü olmaq lazımdır liderə, yoxsa anlayışlı? Yenə deyirəm, hamısı lazımdır. Hamısı, bütün keyfiyyətlər. Güclü olmalıdır, ünsiyyət qurmağı bacarmalıdır, yeri gələndə empatiyanı qurub anlayışlı olmağı bacarmalıdır, nitqi gözəl olmalıdır, komanda ilə işləməyi bacarmalıdır, idarə etmə psixologiyasını bilməlidir. Sadəcə kreslo arxasında oturmaqla lider olunmur. Nitq məsələsinə gələcəyik. Baxın, hər bir insanın doğrudan özünü ifadə etməyə bir bacarığı var. Ya bu jestlərlə olur, ya baxışlarla, kontaktla olur, ya nə bilim sözlərlə və qarşı tərəfi özünə cəlb etmə üsulları olur. Yəni enerjisi də bəlkə də buna imkan verir. Mənə maraqlıdır. Təlimlərdən biraz danışaq istəyirəm ki, bu təlimlər necə keçirilir? Həftədə neçə dəfə keçirilir? Adətən təlimləriniz neçə ay çəkir? Adətən, yoxsa bu da sahələrə görə fərqlənir? Uşaqlarla işləmək məsələn bir 2 ay tələb eləyirsə, digər məsələn ailə daxili münasibətlərdə aydınlaşdırmaq üçün bəlkə biraz 3 ay tələb olunacaq bu. Necə gedir təlimləriniz? Təlimlər saatlıq təlimlər olur. Digər məsələsi kurslarda aylarla davam edirsə, bu artıq kurs olur və təlimlərin saatlıq olması onlayn da olur, əyani də olur. Bəzən 2 nəfər məsələn deyir ki, biz fərdi qrup şəklində bunu istəyirik. Qapalı qrup olaq və ikimiz olaq, yəni başqa heç kəs olmasın. Artıq məsələn orada onlara özəl bir zaman ayarlanır, vaxt təyin edirik, həm onlara, həm də mənə uyğun bir şəkildə. İstəsələr onlayn, istəsələr əyani şəkildə təlimi keçirik. Və sonda da hər bir təlimin sonunda sertifikat verilir. Sizə hansı rahatdır? Onlayn yoxsa? Mənə hər ikisi rahatdır. Nəyə görə? Çünki mən hər iki variantda eyni şəkildə izahımı verirəm. Əsas qarşı tərəfə rahat olmalıdır ki, o hansı variantda daha yaxşı şəkildə qavraya bilir. Keçən üçün problem olmur. Peşəkarı hər zaman eləyir. Aha, davam edək. Və kurslarda isə dəyişir. Məsələn, bizdə peşəkar bağça müəllimin proqramı olsun, psixopedaqogika kursu olsun, 2 aylıq proqramlar var, 3 aylıq var. Elə təlimçini yetişdirmək üçün bizdə proqram 3 aylıqdır. Amma əgər o tələbə hazır olmursa ki, bunu mənim tələbələrim çox gözəl bilir, mən onları hazır olmamış buraxmıram. O 5 ayda olsa onu gələcək. Necə yoxlayırsınız ki, onlar hazırdılar yoxsa yox? 6 dərs nəzəriyyəmiz olur. Nəzəriyyənin sonunda imtahan götürürəm. O deyir, filmin fraqmenti bitir, artıq film hissəsi başlayır. Nəzəriyyənin sonunda imtahan götürürük və imtahandan sonra baxıram ki, hə, bunlarda nəzəriyyə tam oturuşubmu? Əgər nəzəriyyə tam oturubsa, artıq bunu praktikaya dökmək vaxtıdır. Və praktikada artıq onlar təlimlər keçirlər və mən və digər qrup üzvləri, fərdi olanda ancaq mən, başlayırıq təlimləri analiz etməyə. Harda yanlışları var, harda doğruları var, səhnədə necə hərəkət etməlidir, nitqi necə olmalıdır. Nitqdə, məsələn, görürsünüz ki, ən çox E-I
problemi ilə rastlaşırıq ki, danışır 2 dəqiqədən bir və yaxud da cığcıq problemləri olur, ya da həddindən çox sürətli, ya da həddindən çox zəif olur. Artıq praktika mərhələsində xüsusi məşqlərlə bunların hamısını aradan qaldırırıq. Danışıq da öyrədirsiniz, nitq də formalaşmasına. Bəli. Təlimçi necə olmalıdırsa, sıfırdan o formada yetişdirib yola salıram. Əla. Və daha sonra bədən dilidir. Təlimçinin səhnədə bədən dilidir, emosiyalardır, jestlərdir. Bunlar çox vacib nüanslardır. Bir də hər adam da publikanı ələ ala bilmir də. Bəli, idarə etmə, auditoriyanı işləmək bacarıqları. Bəli. Həyəcan görürsüz olur, narahat olurlar. O qədər gərginləşirlər. Baxırsan çox bacarıqlıdır, çox istedadlıdır. Nəzəriyyə var, amma tökmək problemi yaranır. Onların hamısını bəli aradan qaldırırıq, amma ilk bizdə planlama dərsi olur. İlk dərsdə artıq sual verirəm ki, niyə təlimçi olmaq istəyirsiniz? Əgər desələr ki, pula görə orada nə bilim qazanc var və yaxud da nə bilim istəyirəm də hamı təlim keçirir, mən də keçmək istəyirəm, onda sağollaşıram. Eləsi var ki, məsələn, geri qalmaq istəmir, daim özünün üzərində işləmək istəyir, inkişaf etdirmək istəyir. Bu da normaldır. O normaldır. Amma sırf əgər belə deyək də, ancaq maddiyyat tərəfindən bağlayırsa, adamın öyrətmə həvəsi yoxdur. Sadəcə deyir ki, hə mən də gedim cəmaət kimi təlim keçim. Bəli. Onda mən sağollaşıram, deyirəm yox. Məsmə xanım, bir sualım da olacaq sizə. Bəs utancaqlığı necə aradan qaldırmaq olar? İnsan var məsələn, doğrudan da çəkinir danışmağa. Bəlkə də başqa bir vaxt tək qoysaq, o qədər danışılası bir mövzusu olar həmin şəxsin, amma o ki insanların qarşısına çıxır, auditoriyaya çıxır, itirir özünü. Əgər böyük insana söhbət gedirsə, bəli, böyük insana. Bəzən insanlarda fobiya da ola bilər. Sosial fobiyası olur ki, adam özü tək rahatdır, sizlə çox gözəl bir şəkildə danışar, deyər, görər, amma cəmiyyət içərisinə çıxdığı zaman, yəni sizlə rahat olmayacaq, danışa bilməyəcək. Elə biləcək ki, hamı ona baxır. Fobiyası da olmuş ola bilər və yaxud da asosial bir insandır. Kənarda Bunun da durur. Yəni dəf etməyə kömək edirsiniz təlimlərinizlə. Bəli, xarakterin məsələsinə də baxırıq. Məsələn, asosial olan bir insandırsa, o danışmağı o qədər də sevmir. Zaten heç onu istəməyəcəkdi. Kənarda duracaq ki, mənə heç kim dəyib dolaşmasın. Mən öz təkliyimlə xoşbəxtəm. Bəzi insanlar da var ki, seçicidirlər. Məsələn, dururlar kənarda, ilk müşahidə eləyirlər. Baxırlar ki, mən burada insanlarla necə ünsiyyət qura bilərəm, necə danışa bilərəm, nələr eləyə bilərəm. Ondan sonra yavaş-yavaş o komfortu özləri üçün yaradırlar. Və bir də var ki, adamda nə problem yoxdur. Məsələn, sosial deyil, asosial deyil, seçici deyil, amma utanmaq problemi var. Və bu da ilk növbədə özgüvənin aşağı olmağından irəli gəlir. Baxırsınız ki, səs tonu aşağıdır. O qədər asta danışır ki, danışdığı başa düşülmür. Bu özgüvənsizlikdən irəli gəlir deyirsiniz. Bəli, özgüvənin aşağı olma problemidir artıq. Çünki adam bildiyindən əmindirsə, özgüvəni varsa, yavaş-yavaş bunu ötürməyə başlayacaq. Bəs ailədə bəzən valideynlər də əgər bilməm rast gəlmisiniz yoxsa bəzi ailələrdə elə bir ki çıxış etməyə, söz deməyə, bayaq söylədiniz verilişin əvvəlində elə bir ixtiyarı verilməyib həmin uşaqlara və o da oradan qaynaqlana bilməzmi məsələn? Elə o da özgüvəni salır aşağı. Əslində təməldə o durur. Bizim bütün müdaxilələrimiz ona fokuslanır ki, ya özgüvən qalxacaq, ya enəcək. Enirsə, amma artıq insanlar problemlər var göstərir ki, özünü. Bunu biraz başqa cür daxı qiymət dəyərləndirirlər ki, məsələn, etikanı gözləyir, zamanını gözləyir, böyük-kiçik bilir. Yəni başqa cür siz baxışlar da fərqlidir. Bəli, o bizim cəmiyyətin mental dəyərləri tam başqadır ki, həmişə böyük danışanda balaca susar, dinləmək mədəniyyəti ki, təəssüflər olsun ki, bugünkü gündə cəmiyyətimizdə çox aşağıdır dinləmə mədəniyyəti. Heç kəs dinləmək istəmir. Hamı istəyir ki, özü danışsın, öz bildiyi kimi hərəkət etsin, amma dinləmə mədəniyyətini sərgiləyə bilirsə bu insan, zaten yenə də danışacaq. Və bayaqki məsələ, əgər bir insan utanırsa, məsələn, ona söz verilir ki, tutalım, gəlin özünüz haqqında danışın. Adam 3 dənə cümləni arxa-arxaya qoşub özü haqqında məlumat verə bilmir. Bu artıq problemdir. Burada nə böyük-kiçik məsələsi deyil, nə danışmağı bacarmamaq məsələsi deyil. Artıq bu problemdir. Çünki sən özün haqqında məlumat verə bilmirsən. Doğru. 055 93 490 93-də suallarınızı gözləyirik. Bir neçə sual gəlib istəyirəm onlara da toxunaq. Uşağım deməli tez-tez əsəbləşir. Bunun səbəbinin nə olduğunu bilmirəm. Getmişik bir neçə dəfə nevropatoloqunda qəbuluna, amma hələ ki o səbəbi tapa bilmirik. Əsəbləşmə ən çox uşaqların nə ilə bağlı olur? Birinci yaşa baxmaq lazımdır. Ki neçə yaşı var? Yəni yaşı yazmayıblar, düzdürmü? Yox, qeyd etməyib. Yaş məsələsi önəmlidir və aqressiv davranışlar nə vaxtdan başlayıb?
Burada artıq ananın hamiləlik dövrünə qayıdırıq biz ki, o dövrdə problemlər yaşanıbmı, doğuş zamanı hər hansı bir problemlər yaşanıbmı, sonradan nələrsə olubmu, nəyə görəsə müalicə götürübmü, hər hansı bir xəstəliyi varmı, daha sonra evdə vəziyyət necədir, uşağa qarşı şiddət varmı, daha sonra psixoloji, bəli, şiddət sadəcə vurmaqla deyil, psixoloji şiddət də var. Yəni bugünkü gündə əslində ən çox rast gəlinən də elə odur ki, sən bacarmazsan, səndən alınmayacaq, sən eləyə bilməyəcəksən, sənlik deyil, oturduğun yerdə və s. və s. Onlar da bir nöqtədə aqressiyanı yaradır. Seçim haqqı verilmir, söz haqqı verilmir və yaxud da ancaq əlinə bir telefon verilir ki, sən sakit dur kənarda, heç nəyə qarışma. Sonra da telefon əlindən alınanda başlayır aqressiv davranışlar göstərməyə və yaxud da gözdən kənarda qalınır ya da daima müqayisə edilir başqaları ilə. Uşaqlar bəzən görünmək üçün belə o aqressiyanı göstərirlər ki, məni gör, məni eşit, mən buradayam. Bəli. Orada səbəbə baxmaq lazımdır. Mən indi bax sizə qulaq asdıqca həqiqətən görürəm ki, boşluqlar var imiş ailələrdə, bu uşaqlar arasında. Yəni bəzən bir uşağa diqqət bəzən çox olur, yəni digərinə biraz az olur. Yəni bu ailənin içində də belə faktlarla qarşılaşırıq. Kökündə də çox şey dayanır. Bəli, bu niyə baş verir? Bu niyə baş verir? Və baxın, mənə həmişə maraqlıdır. Uşaqlar arasında bullinqlərdə, hətta buna istəyərdim ki, yavaş-yavaş da keçid alaq. Tez-tez rast gəlirik, tez-tez görürük. Sosial mediada da bu haqqda müzakirələr, kommentlərlə əməlli başlı, yəni bu barədə danışılır. Nə ilə bağlıdır bu? Bullyingdən danışaq. Bəli. Əslində bullyingi belə deyək də, biz təkcə uşaqlara fokuslaya bilmərik. Elə böyüklər də bugünkü gündə bullyingə o qədər məruz qalırlar. Siz demiş, sosial şəbəkədə bir video paylaşımı olur, onun altından xoş sözlər yazanlar da olur, neqativlər yazanlar da olur. Əslində bu da elə sosial şəbəkədən gələn bir bullyingin növüdür. Onların mübarizəsi başlayır. Bəli, bəli. Və bugünkü gündə ən çox yayılanı da odur. Bölünürlər bəzən. Aha. Məktəb daxilində daha çox bullyingə biz rast gəlirik. Əslində bizim uşaqlığımızda da bu var idi. Sadəcə bu qədər şişirdilmirdi, bu qədər haqqında danışılmırdı, bir ad qoyulmurdu, bir deyilmirdi və o ərəfədə sadəcə aktiv uşaqlar və sakit uşaqlar olaraq bölünürdülər. Və indiki gündə amma bullyingə, fiziki bullyingə məruz qalanlar var ki, döyülürlər. Çox təəssüf. Bəli, zəifdirsə bu uşaq, digərləri tərəfindən başlayır döyülməyə və yaxud da onun əlindən nə isə istəyir, vermirsə başlayırlar onun üzərinə hücum çəkməyə. Və yaxud da psixoloji bullying var. Ən çox görüntü baxımından fərqlənən uşaqlar olur. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar olsun və yaxud da boy baxımından, çəki baxımından fərqlənən uşaqlar olsun, bəzən eynək taxan uşaqlar olur. Yəni bir də görürsüz ki, ətrafda başlayır ona gülməyə, bir ad qoşmağa. Bunlar artıq bir psixoloji bullyingdir. Və yaxud da sən görmürsən, yaxud da sən bacarmırsan, sən eləyə bilmədin. Neqativ motivasiya hər zaman effektiv olmur. Və bəzən də müəllim də bunun öhdəsindən gələ bilmir. Bəli, bəzən uşağa deyir ki, qoy mən buna zəif yazım və yaxud da deyim ki, səndə məsələn belə-belədir, o getsin özünü düzəltsin. Biz artıq orada uşağın xarakter xüsusiyyətlərini nəzərə almalıyıq. Bu bir səhv üsuldur deyirsiniz. Bəli, biz orada uşağın xarakter xüsusiyyətlərini nəzərə almalıyıq ki, bu uşaq bu üsul təsir edirmi, etmirmi? Elə uşaq var ki, əksəriyyəti pozitivə fokuslanandır. Ki, o uşağı tərifləyirsən, xoş söz deyirsən, o uşaq biraz da üstündə işləməyə çalışır. Amma eləsi də var ki, tərifi xoş söz deyən kimi rahatlaşır. Arxayın olur ki, məndə hər şey qaydasında da artıq buraxır. Və neqativdə də bu belədir. Elə uşaq var ki, biz ona neqativ motivasiyanı verəndə ki, filan kəs səndən daha yaxşı elədi, sən eləyə bilmədin, mən səndən bunu daha artığını gözləyirdim. Bu metod işləyir bəzən. Bəzən işləyir, bəzən o gedir artıq deyir ki, necə yəni mən eləyə bilmədim, eləyəcəm. Özünü sübut eləməyə çalışır. Əslində bu da bir neqativdir. Uşaq niyə özünü sübut eləməyə çalışır? Kimə göstərməyə çalışır? Harda görünməyə çalışır? Niyə onu görmürlər? Amma eləsi də var ki, onu deyəndə biraz da motivasiyası düşür aşağı. Deyir ki, onsuz da mən heç nə eləyə bilmirəm, məndən heç nə olmayacaq. Uşaqları cəmiyyətə qazandırmağa çalışmalıyıq. Müəllimlər özləri də psixologiyanı bilməlidirlər. Zaten təhsil alarkən onlara keçirilir bu. Məsmə xanım, istəyirəm əlaqə nömrənizi bir daha səsləndirim. Məsmə xanım Hacıyeva ilə əlaqə saxlamaq istəsəz, təlimçidir, psixopedaqoqdur, 055 721 70-90 nömrəsini qeyd edin, zəng edib danışa bilərsiniz. Ətraflı şəkildə təlimlərlə bağlı, valideynlər uşaqları ilə bağlı 055-721-70-90. Ümumiyyətlə, mənə maraqlıdır. Ən çox hansı ölkələrin təcrübələrindən istifadə edirsiniz metodikanızda? Finlandiya təhsil sistemi o qədər gözəldir. Maraqlıdır. Niyə görə? Nəyə görə? Çünki orada məcburiyyət yoxdur.
Nə mənada yoxdur, rahatlıq verirlər uşaqlara. Yəni məsələn, Hara qədərdir bu azadlıq? o disiplini içində saxlamaq şərti ilə təbii ki. Biz birbaşa uşağın inkişafına fokuslanmalıyıq və eyni qaydada da Çinin, Yaponiyanın təhsil sisteminə baxanda, məsələn, orada hələ də ibtidai təhsil dövründə, yəni Montessori metodikası keçirilir. Amma bizdə uşaqların çantaları özlərindən ağırdır. Və bizdə valideynlərdə nə məsələdir? Sən məktəbə getdinsə artıq oyun oynaya bilməzsən, ancaq dərs oxumalısan. Sən artıq böyümüsən. Ancaq dərs oxumalısan. O uşağı məktəbdən soyudurlar. Deyir, bir uşaq gəlib danışmışdı ki, deməli, ayağımı qoyuram kandarına, elə bir ki, evə daxil olan kimi anam artıq yeməyi hazırlayır və o dərhal da deyir ki, yeməyini ye, dərsinə başla. Bəli. Yəni, bu deyir, hər gün standart bir hal alıb bizdə. Və uşağı dərsdən soyudur. Sonra da qaça-qaça gəlirlər 2 ay, 3 ay sonra ki, mənim uşağım dərs oxumaq istəmir. Yaxşı, biraz uşaqları belə deyək də tərəfini saxlamayaq. Çünki dərs oxumaq niyə uşaqlarda bəzən alınmır? Sağlam təhsil sizi xoşbəxt gələcəyə aparan qapı. Nə qədər çalışmaqlarına baxmayaraq baxırsan ki, qavrama biraz zəifdir. Niyə uşaqlar dərs oxumaqdan elə bir ki, yorulublarmı deyim, deyəcəksiniz ki, nə yatdılar, nə yuxu gördü. Təzə başlayıb hər noyabr aydı. Amma elə bir ki, can atmırlar davam etməyə. Elə bir ki, 1 saat, hətta 45 dəqiqə belə deyək də, indi saat. Bəli, 45 dəqiqədir. Azalmayıb, nə də çoxalmayıb bildiyim qədərinə. Yaxşı. 45 dəqiqənin özündə belə uşaq bir yerdə oturmaqdan yorulur. Oturmaq istəmir. Bəli. Ya müəllimin danışdıqları onun üçün maraqlı gəlmir. Gəlin burada bir səbəbi də burada axtaraq. İcazənizlə, Əsmə xanım. Ya da səbəb başqadır. Bir deyim var ki, deyir müəllim şagirdə dərsi sevdirə də bilər. Bəli. Müəllim şagirdi dərsdən uzaqlaşdıra da bilər. Burada öyrətmə metodikası da çox vacibdir. İdarə etmə metodikası. Məsələn, bizim vaxtımızda siniflərdə daha az idi da uşaqlar. İndi daha gəlir çoxdur. təlimlərə. Bəli, olub, rastlaşmışam. Hətta universitetdə təhsilini aldığım müəllimlərin belə təlimlərdə rastıma çıxır. O qədər gözəl bir nüansdır. Elə ona görə də, yəni ehtiyacları bəzən olurmu bu təlimlərdən onlar da yararlansınlar? Yararlanırlar. Əslində inkişaf eləmək istəyən insan baxmır ki, kimin neçə yaşı var. Baxır materiala, öyrətmə tərzinə və gedir öyrənir. Özünü inkişaf etdirmək istəyən insan hər zaman öz üzərində işləyir. Və müəllimlərdə də bu belədir. Metodikalar, bayaq dediyimiz interaktiv təlim metodları var, BB var, klaster var, zigzag var, beyin həmləsi var, debat var və s. Yəni bunlardan məsələn istifadə etməyi bacarmaq lazımdır. Kurikulum gələndən sonra bu metodlar daha çox ön plana çıxdı. Və bu metodları istifadə etmək. Bəyənirsiniz kurikulumu? Bəli, çox da yaxşıdır. Niyə? Çünki uşaqları fərqli formalarla biz öyrədə bilirik. Əvvəl ancaq subyekt-obyekt idisə, şagird ancaq obyekt rolunda qalırdı və müəllim ancaq subyekt idi, hər şeyi öyrədirdi və eynisini alırdısa, indi subyekt-subyektdir. Bir qism veririksə, şagird özdə axtarıb, araşdırıb tapmalıdır. Özünü inkişaf etdirməyi öyrənir burada, özü axtarmağı öyrənir. Bu da əslində şagirdlərdə tədqiqatçılıq bacarıqlarını da inkişaf elətdirir. Faydasını bilsək daha yaxşıdır. Əlbəttə. Gəlir müəllim məsələsinə mənim üçün maraqlıdır. Necə müəllim öz fənnini özü sevdirə bilər? Müəllim birinci işini sevməlidir. Müəllim həqiqətən müəllim olmağı istəməlidir. Heç kəsin məcburiyyəti ilə gedib müəllimlik təhsili alıb, belə deyək də, müəllim olmaq lazım deyil. Bizdə axı var, qız uşağı dünyaya gəlirsə ya müəllim olmalıdır, ya həkim olmalıdır. Oğlan uşağı dünyaya gəlirsə ya polis olmalıdır, ya hərbiçi olmalıdır və s. Yəni ancaq bu tərəfə fokuslandırılır. Uşaqlıqdan belə gedir. Və o artıq gəlir ixtisas seçimini seçir, gedir təhsil alır, amma baxır ki, mən o deyiləm. Mən orada özümü görmürəm. Bir müəllim öyrətməyi sevməlidir. Şagirdlərlə ünsiyyət qurmağı bacarmalıdır. Onlarla o əlaqəni yaratmağı bacarmalıdır ki, zaten o əlaqə yaranırsa, şagirdlər də müəllimi sevirlər. O həm disiplini yarada biləcək orada, həm qayda-qanunu qoya bilir. Və ondan sonra da proses rahatlıqla gedir. Və sinifin daxilində bir qayda-qanun olmalıdır. Nazirliyin verdiyi qayda-qanun ayrı, məktəbin öz qayda-qanunu ayrı, sinifin daxilində müəllimin uşaqlarla birlikdə yaratdığı 3-5 dənə qayda olmalıdır. Çox ehtiyac deyil. Məktəbin özünün qayda-qanunu da var. Özünə məxsus qayda-qanunları da var. Sinif daxilində müəllimin dərsində hansı qaydalar olmalıdır? Onları məsələn, uşaqlarla birlikdə müəllim özü yarada bilər və uşaqların özləri ilə birlikdə yaradılan qayda-qanuna onların riayət etməyi daha rahat olur.
Məsələn, müəllim deyə bilər ki, sinif daxilində belə bir qayda qoya bilər ki, dərs prosesində məsələn sakitçiliyi qoruyuruq. Bu zaten önəmli olan bir nüansdır və o sakitçiliyi qorumaq üçün ən sonda bu uşaqlar nə alacaqlar və yaxud da bir cədvəl yarada bilər, mükafat cədvəli, həftənin məsələn ən ağıllı şagirdini yarada bilər sırf öz dərsi üçün. Motivasiya demək istəyirsiniz. Aha. Yəni hər bir müəllim deyirsiniz ki, öz fənnini sevdirə bilər. Hansı üsullarla da olsa, yəni istifadə edərək bunu bacarmalıdır. Bəli, inteqrasiya əlaqələri qura bilər. Birini məsələn hədiyyələrin müqabilində, yəni şərt əsasında. Rüşvət eləmirik. Hədiyyələr artıq uşaqlara qarşı bir rüşvətə gedir, çıxır. Bu məsələn çünki bir bilir nə alacaq. Bəli. Olar, niyə də olmasın? Yəni hər bir üsuldan istifadə eləməlidir əslində. Bəli. Yenə deyirəm, əsas odur işini sevməlidir. Təbii ki. Müəllim və valideyn münasibəti, Məsmə xanım, bu söhbətlərin harasındadır? Tən ortasında. Əməkdaşlıq, o vahidlik prinsipi qorunmalıdır. Məktəblə, bəli, əməkdaşlıq. Bəli. Müəllimin dediyini valideyn əməl etməlidir. Orada bir əlaqə olmalıdır, bir birgəlik olmalıdır. İndi müəllim məsələn uşağın üstünə misal üçün deyirəm qışqıran kimi valideynlər daha tez gedirlər müəllimin üstünə. Bu doğru deyil. Artıq müəllimin statusunu aşağı salmaqdır. Burada artıq müəllim statusu məsələsi var. Mən təəssüflər olsun ki, belədir, bəyənmirik. Nəyə görə? Təbii ki, müəllimin vurmaq haqqı yoxdur, belə bir şey yoxdur, qışqırmaqdır və s. Amma bir var ki, bunu gedib uşağın yanında müəllimə demək. Bəli. Burada artıq müəllimin statusu düşür aşağı. Bir də var ki, təklikdə uşağın olmadığı bir anda müəllimlə danışmaq olar, soruşmaq olar, məsələni aydınlaşdırmaq olar. Axı bizim uşaqlarımız süddən çıxmış ağı qaşıq deyil. Valideynin nə ilə bağlıdır? Məsələn, savadsızlığı ilə bağlıdırmı, maarifləndirilməməsi ilə bağlıdırmı? Nədən irəli gəlir ki, dərhal düşünmədən birbaşa olaraq müəllimlə danışığa gedirlər, özdə uşağın yanında bu söhbətləri davam etdirirlər? Əslində savadla əlaqəsi yoxdur. Yəni o qədər savadlı valideynlər də görürük bunu eləyir. Yəni savadla heç bir əlaqəsi yoxdur. Nədən irəli gəlir sizcə? Bu daha çox qorumağa çalışmaqla, bir də doğru şəkildə nə edəcəyini bilməməklə gedir. Maarif məsələsidir. Bu valideynlərlə də bəzən çalışmaq lazım gəlir. Maarifləndirmək lazımdır. Nəyə görə təlimlər keçirilir? Onlayn təlimlərin ən yaxşı tərəfi odur ki, hər kəs evindən rahatlıqla qoşulub dinləyə bilir. Bəli. Rahatlıqla öyrənə bilir, maariflənə bilirlər. Rahat da artıq hər şeyi əldə etmək mümkündür. Texnologiya əsridir. Bir dənə internetdən belə yazanda hər şey çıxır. Sadəcə bunu istəməlidirlər. O istiqaməti doğru tutmaq məsələsi var. Deməli, hər gün bu təlimlər həyata keçirilir. 1 saat ərzində olur, müddəti 1 saat olur. Həftədə neçə dəfə? Kurslar olduqda həftədə 2 dəfədir. Təlimlər olduqda isə həftədə 1 dəfədir. Həftədə 1 dəfə. Aha. Onlayn necə qoşulmaq olar? Bunun üçün Instagram mı lazımdır deyə bilərsiniz. Onlayn olduqda Zoom vasitəsilə biz keçirik təlimləri. Instagramda elə Məsmə xanım Hacıyeva yazdıqda zaten səhifə çıxır və oradan bütün təlimləri, aktiv olan təlimləri görə bilirlər və yaxud da özləri hər hansısa bir mövzu ilə bağlı təlim almaq istəyirlərsə, mənim sahəmə aiddirsə, mən onu keçirəm. Sahəmə aid deyilsə də tanıdığım mütəxəssislərə yönəldirəm və artıq onun təlimini ala bilirlər. Məsmə xanım Hacıyeva Instagram səhifədə siz də tanış ola bilərsiniz. Psixopedaqoqdur, təlimçidir. Keçdiyim təlimlərin hər halda videoları falan belə var yəni orada. Təlimlərin bəli videoları var, eyni qaydada posterlər də var. Qısa bir reklam arası olacaq, amma mən reklamlardan əvvəl xatırladım ki, əlaqə nömrəsi var. Bugünkü qonağımızın 055 721 70 90 təlimçidir, psixopedaqoqdur. Hər bir yəni sahə üzrə təlimlər aparır. Siz də tanış ola bilərsiniz, görüşə bilərsiniz. Reklamlar sağlam təhsildə. Sağlam təhsil. Təhsil almaq üçün əla yer. Reklam. Davam edirik. Bugün sağlam təhsildə London Akademiyasının təlimçisi, psixopedaqoq Məsmə xanım Hacıyeva idi və siz də əlaqə saxlamaq istəsəz, Məsmə xanımın təlimlərindən yararlanmaq istəyirsinizsə, o zaman zəng edə bilərsiniz 055 721 70 90 nömrəsinə. Təkrar edirəm, 055 721 70 90 Instagram səhifəsi də mövcuddur. Məsmə xanım Hacıyeva bu cür gedir və daxil ola bilərsiniz, maraqlana bilərsiniz. Təlimlərdən görüntülər də orada paylaşılıb və sonda bizim valideynlərimizə, ümumiyyətlə şagirdlərimizə, kiçik və böyük yaşlı dinləyicilərimizə nə sözləriniz, tövsiyələriniz varsa biz sizi diqqətlə dinləyirik.
Valideynlərə əsas demək istədiyim odur ki, övladlarını kiminləsə müqayisə etməyə çalışmasınlar. Çünki hər uşaq individualdır. Onların inkişafını nəzərə alsınlar. O uşaq əgər həqiqətən də o yaş dövrünə uyğun inkişaf eləyirsə, özünü göstərəcək. Əgər problemin olduğunu fərqindədirsə, zamanında üzərinə düşsünlər. Çünki gecikdirəndə bütün hamısı üst-üstə toplanır və fəsadları ortaya çıxmağa başlayır. Və ən əsası onları səhvləri ilə, düzləri ilə, doğruları ilə, yanlışları ilə qəbul etməyi bacarsınlar. Onları dinləsinlər. Onların yanında olsunlar. Bəzən sadəcə yanındayam deməklə bu məsələ kifayətlənmir. Deyirlər, hə, mən hər şeydə sənin yanındayam, amma əməl prosesinə gəlib çatanda, hərəkətə çatanda sən niyə bunu belə elədin? Deməli, günahkar sənsən. Hər zaman günahlandırılan tərəf olur onlar. Sözdə deyil, deyirsiz, əməldə olsunlar. Bəli, daima onları sevmək lazımdır. Mən sizə işinizdə uğurlar arzulayıram, Çox sağ Məsmə olun. xanım. Çox çətin işiniz var. Hər bir insanla, onun xarakterinə görə, işinə görə bunların hamısını nəzərə alaraq çalışmaq, deyimsə ki, asan deyil. Bugün də sizə çoxlu suallarla müraciət etdik. Suallarımıza cavab tapmağa, mən elə gəlir ki, cavab tapmağa çalışdıq və bu da bizdə alındı. İnşallah yenə də sizi görmək istəyərik sağlam təhsildə. İnşallah yenə bir zaman görüşərik. Görüşərik, sağlıq olsun və beləcə bugünkü proqramımızı da yekunlaşdırırıq və işinizdə bir daha uğurlar arzu edirik. Bugün sağlam təhsildə psixopedaqoq təlimçi idi qonağımız. Biz bugün uşaqlarla bağlı danışdıq, onların inkişafı ilə bağlı. Ümumiyyətlə məktəbdən, valideynindən tutmuş hər bir sahədə çalışan insanların xüsusiyyətlərinə qədər, yəni onların öz işləri ilə bağlı məqamlara belə toxunduq. Burada motivasiya ilə də bağlı söhbəti dinlədiniz, həm də böyüklərin yanaşması, uşaqlara düzgün yanaşması ilə də bağlı söhbəti dinlədiniz və təbii ki, ən əsas da burada münasibətlərin qurulmasında düzgün yol nədir? Onu öyrətməyə çalışdıq və məncə də bu da bizdə alındı. Özünüzə yaxşı baxın, növbəti sağlam təhsildə eşidilmək ümidi ilə sizinlə Samirə idi. Sağlam təhsil, daha yaxşı gələcək buradan başlayır.